Salam dəyərli dostlar, hər birinizi xoş gördük. Ruhumuzun şəfası verilişinin növbəti buraxılışında hər birinizi salamlayıram. Gözəl bir yaz günüdür. Boğa bürcünün ilk günləridir. Boğa bürcündə deyir, isti, o yaz təravəti daha çox görür. Qoçda bəzən hətta yağış da yağır, qar da yağır. Ötən dövrlərdə görürüz. Amma indi bizə bir yaxşı enerji gəlib. Verilişimiz də enerjili olacaq. Xüsusən də sizi düşündürən sualları toplamışam, bir araya gətirmişəm və gözəl numeroloqumuz Kəmalə Mürsəlova onların hamısını düşünürəm ki, təfsilatlı şəkildə sizlərə çatdıracaq. Xoş gördük. Təşəkkür edirəm. Yazın təravəti sizə də enerji verirmi? Əlbəttə, yazda istər-istəməz hər şey oyanır, insanı istər-istəməz gözəl enerjiyə bürünür və adicə bu səhər vaxtı o quşların oxumağı var. Ən xoşuma gedən, ən çox sevdiyim şey odur. Azan vaxtı ki, o durursan, o cəhcəh vururlar. Allahın, yəni sərçəsi belə cəhcəh vurur. Yəni necə enerji olmalı var. Ağacların çiçəklənməsi və odur da yaşıllıq, nə bilim o quşlar, insanlar da sanki biraz fərqli olur da. Ən az o görüntü, o enerji gəlir. O enerjini də müvafiq istiqamətdə xərclənmək üçün sizin kimi mütəxəssislərə həmişə ehtiyacımız olar. Ötən dəfə yadımdan çıxır bəzən, ötən dəfə orada bitirmişdi, anons vermişdim. İnsanların yenilikdən, yeniliyə getməkdən qorxması, ümumiyyətlə qorxu, belə deyim, düşüncəsi. Siz həmişə deyirsiniz, o bilinçaltı, şuuraltı qorxular numerologiyada özünü göstərir. Bəli. Bəziləri hətta o material dünya görüşləri ki, axı rəqəmlər konkret, dəqiq elmdir. Şuuraltı biraz mənəvi elmlərə söykənir. Onunla onun nə əlaqəsi var? Mən deyirəm, dünyada hər şeyin bir-birinə əlaqəsi var. Bizim də dəqiq görünən tərəfimiz var, düşüncə tərəfimiz var. İndi istəyərdim, o numerologiyada onların rəqəmlərini, insanları analiz edəndə onların nədən qorxduğunu, ümumiyyətlə qorxu sindromunu necə təyin edirsiniz və mümkün olsa hər rəqəmin nədən qorxduğunu da deyin. O çox maraqlı olur və o rəqəmləri bir-birsiz izah edəndə tamaşaçılar çox bəyənir onu. Və onlardan təbii ki, xilas yolları. Buyurun, söz sizdə. Öncə bilinçaltından bir-iki kəlmə deyim. Bilinçaltından danışmaqla orada qurtarmaz. Yəni beynin o nəyi necə qəbul etməsi, sağ yarım kürəsi, sol yarım kürəsi, bilinçaltının ümumiyyətlə bilinçaltı, yəni şuuraltı bir depodur. Yəni depodur, ambardır. Orada nə istəyirsiniz deyin. Bütün deməli kollektiv bilinçdən tutmuş, indi baxın da kollektiv bilinç deyirik biz nə vaxtdan. Yəni insanlığın tarixindən gedir söhbət. Həmin o bizim şuuraltımızda orada depolanır. Onlar yığılır. Yəni ən çox da biz ananın hamiləlik vaxtı keçirdiyi hisslər, duyğular, danışdıqları hər bir şey. O da bizim yəni bilinçaltına yazılır. Orada bir oturubdur, bir depo kimi. 0-6 yaş arasında anadan atadan yığır bilinçaltı, 6-12 yaş arasında ətraf mühitdən yığır bilinçaltı. Ondan sonra elə ki yetkinlik dövrü keçir, o cinsi yetkinlik dövrü başlayır öz örgəndiklərini bu həyatda artıq göstərməyə, onları öz həyatında tətbiq eləməyə, ya nəyisə çəkməyə, ya nəyisə qətiyyən qoymamağa. Həmin belə deyək də, bilinçaltı bizi öz sahibi bilir. Sanki 5 yaşında uşaqdır, 6 yaşında uşaqdır, öz aləmində bizi qoruyur. Yəni biz əslində numerologiyada, indi sizin sualınıza keçirəm. Numerologiyada biz əgər doğum tarixini götürüb, baxın, biz bir doğum tarixindən bir şeylər çıxardırıq ortalığa. Bir də adımız və soyadımızdan. Adımız bizim ləyaqətimizdir, bizə verilən, yəni o çakraları təmsil edir. Soyadımız da bizim nəslin, kökün deməli ləyaqətidir. Bunlar öz rolunu oynayır. Bu dursun bu tərəfdə, nənə babadan bizə nə gəlir, nə keçir. Bu tərəfdə isə bizim öz rəqəmlərimizin içərisində isə əslində bunlar çox sıx bir-biri ilə, çakra ilə həmən rəqəmlər. Və bizim bütün orada 9 rəqəm hesablayırıq. Onlar hamısı bizim bilinçaltımızdır. Yəni biz adətən bunu belə deyək də, əslində biz bunu danışanda, analiz etdiyimiz insana deyəndə biz ona deməliyik ki, əgər bir rəqəmi ilə doğulubsa, sən özünü bir zənn etdin.
zənn etdin deməliyik əslində. Çünki zənnlər dünyasında yaşayırıq. Bunu biz elə bilirik ki, bəli, niyə görə zənn eləyirik? Çünki o şuuraltına hardan gəlib, nəsildən, kökdən gəlib oturub şuuraltında. Şuuraltıda indi bizə bir-bir çıxardır bunları. Zənn etdin, amma yəni insan çox adam bilmir. Yəni illüziya dünyasında yaşayırıq. Zənn niyə hazır var da deyir, bugünkü gündə yəni mən bunu yaşayıram. Sözüm ondadır ki, o 9 rəqəmin hamısı bizim bilinçaltımızdır. Amma onların içərisində bir deməli bizim 6-cı xanəmiz var ki, 6-cı xanəmizə düşən rəqəm o bizim bilinçaltı qorxumuzdur. Yəni biz bilinçaltında ən çox nədən qorxuruq? Biri var ki, bilinçaltında biz nə olmaq istəyirik? Biz hansı peşə sahibi ola bilərik? Bilinçaltında var ki, yəni hansı qəbiliyyətləri gətirmişik, belə deyək. Bilinçaltında bizim huzurumuz nədir? Bilinçaltında bizim gücümüzü biz nədə görürük? Və yaxud da bilinçaltında biz nəyi, hansı hədiyyəni ala bilərik? Bütün bunlar hamısı, bunlardan başqa bilinçaltı qorxusu var bizdə. Və bu bilinçaltı qorxusunu gözəl sual verdiniz. Bilmək o qədər önəmlidir ki, bax yenə ana və uşaqlardan danışmaya bilmərik. Çünki ana öz evladının bilinçaltı qorxusunu bilərsə, o bilər o uşağı heç olmasa onun bilinçaltında nə var, onu necə yönəltsin. Bu yönəltmə təkcə uşaqlar deyil. Yəni uşaqları mən ona görə deyirəm ki, bu analara kömək üçün böyük insanlar da. Çox adam bilmir ki, onun bilinçaltında nə var. Məsələn, deyirsən ki, sən pulu istəmirsən, qıtlıq bilinci var. Deyir ki, yox, istəyirəm. Biz keçən verilişdə bundan biraz danışdıq, qıtlıq və bolluq bilincindən. Amma baxırsan ki, bu adamın bilinçaltında qıtlıq bilinci var. O qorxunun içərisində qıtlıq bilinci var. Yəni bu indi məsələn 8-dən dedim mən. Onları bir-bir və bunu hesablamaq çox asandır. İndi mən başa salım. Onu izləyicilər hesablasınlar və başlayaq 1 rəqəmindən 9 rəqəminə qədər gedək və mən sizə başa salım ki, hardan nə ola bilər? İnsanın bilinçaltı qorxusu bizə nə deyir? Deməli, bizim doğum günümüzü götürürük. Əgər doğum günü 2 rəqəmlidirsə, onu 1 rəqəmli eləyəcək. Məsələn, ayın 13-düdürsə, onu edəcək 4. Yəni 1-in üstünə 3, bu 4 eləyir. Onun üstünə, həmən rəqəmin üstünə gəlirik bizim hansı ayda doğulduğumuz rəqəmi. Neçənci ayda? Bəli, neçənci ayda. Tutaq 2-dirmi, 3-dürmü? Əgər o da bir 12-dirsə, onu da yenə toplayırıq. 2-nin üstünə bir 3. Əvvəldə nə olmuşdu? 4 olmuşdu. 4-ün üstünə 3, 7. Deməli, bu adamın, kimin ki biz hesablayırıq, onun bilinçaltı qorxusu 7-dir. Və artıq oradan biz bilirik ki, məsələn, 7-nin bilinçaltında nə var? Bunu niyə bilirsiniz? O bilinçaltı qorxusu ilə o qədər şeylər ortalığa çıxır ki. Bu insanın həyatında niyə məsələn bu evlənə bilmir? Bir münasibətləri alınmır. Sonra niyə bu insan demək olar ki, sürəkli aldadılır? Bu insanın bilinçaltında hansı kod var? Və yaxud da ki, bu insana niyə nə qədər şəfqət verirsən, sevgi verirsən, yenə buna azdır. Yəni bütün bunlar çox önəmlidir. İnsan biləndə bir şeyi ki, hə, məndə bu var, və yaxud da ki, çox vaxt qəbul eləmirlər. Elə bilir, xəbəri, çox vaxt bizim özümüzün xəbərimiz olmaya bilir bilinçaltından. Amma elə ki, onun etdiyi bugünkü gündə bir şeyləri və yaxud da ki, düşdüyü vəziyyətləri ona göstərirsən, deyirsən, bax, bu buna görədir. Ondan sonra razılaşır. Əzizləyicilər, bir kağızdan qələmlə götürün ya da bir yerlərə qeyd edin. İndi çox maraqlı şeylər deyəcək. Başa düşdünüz də, tutaq ki, bugün 22 apreldir. 2, 2, 4, 8 eləyir. Deməli, 22 apreldə doğulan 8-dir. 12 dekabrdırsa, orada 1 üstəgəl 2, yenə 1 üstəgəl 2 eləyir 6. Yəni, bax, belə hər bir adam öz rəqəmini tapa bilər. İndi də rəqəmlərin o qorxuya münasibəti, şuur altındakı təsir mexanizmləri izah edəcək. Birdən başlayaq. Tamam, birdən başlayaq. Əgər bir insanın bilinçaltı qorxusu, bax onu da qeyd edeyim ki, bizim 6-cı xanə nə deməkdir? 6 nədir? 6 ailədir. 6 sevgidir, eşqdir, gözəllikdir. 6-cı xanəsində əgər bilinçaltı qorxusu 1-dirsə, bu adam ən çox mən həmişə deyirəm, rəqəmlərin mənası dəyişmir. Birin mənası lider olmaqdır, öncüllükdür, özünün bir çox işlərini görmək və görünməkdir.
Əgər bu 6-cı xanədə bir rəqəmi varsa, bizim bilinçaltı qorxumuz həmin adamın bilinçaltı qorxusu öz ola bilməmək. Yəni mən özümü ortalığa qoya bilmərəm birdən. Birdən bu işi görə bilmərəm. Yəni lider ola bilmərəm. Ən çox da ailədə. Ən çox da bu o qədər görürəm ki, mən bunu analizlərdə ki, bir xanımda bilinçaltı qorxusu 1-dir. O ailədə lider olmaq istəyir. Hər kəsi istəyir idarə eləsin, idarə də eləyir. Və onlar, bax o bilinçaltında bir olanlar dominant və onlar belə deyək də, nəyin bahasına olursa olsun ailəni idarə eləyir, uşaqları idarə eləyir. Bu dərəcədə, yəni indi buradan bir haşiyə çıxmaq istəyirəm. Əgər sizin evladınızın belə deyək, bilinçaltı qorxusu 1-dirsə, o uşağa nə etmək lazımdır? Əlbəttə ki, buradan ona imkan vermək lazımdır ki, lider olmağı bacarsın. Mən demirəm ailəni idarə eləsin. Uşaqdırsa əgər bu, o hansısa onu yenə deyirəm, elə bir dərnəklərə, elə bir idmana, elə bir yerə yönəltmək lazımdır ki, hətta evdə əgər uşaq çoxdursa, bir 3 uşaq varsa ya 2 uşaq varsa, onlarla bir münasibətdə, amma necə lider olmaq? Egoist kimi, sonra aqressiv yox, yəni udmağı da, uduzmağı da bacaran, yəni o uşağa imkan vermək ki, o öz liderliyini təmin eləsin. Yəni bu çox vacibdir. Keçək 2 rəqəminə. Əgər deməli bizim kiminsə bilinçaltı qorxusu 2-dirsə, o zaman 2 nədir? Burada biraz məntiq lazımdır. 2 sevgi, şəfqət, mərhəmət, vericilik, insanlarla münasibət, gözəl, bəli, xidmət. Bütün bunlar 2 rəqəmini təmsil edirsə, deməli bilinçaltı qorxusu 2-dirsə, bu insanlar həmişə belə deyək, sanki onlara nə qədər sevgi, şəfqət verilsə də, onlar sevgidən, şəfqətdən ac olurlar. Və bilinçaltında bu varsa, o zaman bilinçaltı onu həmişə tətikləyir ki, ona elə bir əmr verir ki, yəni sən şəfqətsiz və sevgisiz qala bilərsən. Yəni belə bir hiss, duyğu, o qorxu var. Bəli, o qorxu onda həmişə var. Ay aman şəfqətsiz qalarsan, ay aman sevgisiz qalarsan, ona görə də bu adamlar nə edir? O qədər səhvlər eləyirlər ki, bilinçaltı qorxusu 2 olan uşaq verici olacaq. Məktəbdə uşaqlara fikri diqqəti onda bunda olacaq. Ola bilər ki, ailədə də çox belə xidmətkar olsun və yaxud da ki, əgər uşaq neqativdədirsə, aqressiv olsun ki, siz mən istəyən sevgini vermirsiniz. Olur belə uşaqlarda. Yəni azdır. Bunun üçün nə qədər versən azdır. Ağlayar, ondan sonra egoistləşər, aqressivləşər və bu uşaqları elə tərbiyə eləmək lazımdır ki, bax sevgini sən təkcə tələb etməli yox, həm də verməyə bacarmalısan, amma onu o ailə daxilində o aqressivləri deyirəm. Amma elə uşaq da var ki, onlar balansda qala bilməz. Elə bilər ki, hər kəsə versin ki, bu sevgini o da alsın. Əvəzində özü də alsın. O zaman o da yaxşı bir şey deyil. Yəni belə adamlar, istəyir böyük adamlar, hətta böyüklər bunu başa düşmür. Çox vaxt onları başa salana qədər əziyyət çəkirəm ki, bax sən deyir ki, mən hardan başa düşüm ki, artıq etdim. Deyirəm, bax elə təsəvvür elə ki, bir insana 1 stakan su verirsən. O 1 stakan su sənin təzədən üzvə çırpılırsa, bax o adam götürür o suyu sənin üzvə çırpır. Bax onu sən təsəvvür elə. Əgər orada o baş verirsə, yəni sənin elədiyin yaxşılıq sənə pislik olaraq dala dönürsə, orada bilməlisən ki, sən çoxdan dayanmalısan. Yəni bu dərəcədə vacibdir. 3 nə idi? Bizim bacarığımız, qəbiliyyətimiz, bizim egomuz. Bizim ego əslində mən pis mənada demirəm, çox gözəl şeydir ego. Ego olmasa biz yarada bilmərik. Bunlar, yəni üçlər özləri sistemli, düzənli, gözəl şəkildə işləməyə bacardıqları üçün əgər 3-dən bilinçaltı qorxusu varsa, bu insanlar belə deyək də, həm də 3 danışmaq deməkdir. Əgər uşaqdırsa, qısıtlanmaqdan, yəni sözünün kəsilməsindən qorxa bilər. Ki, ay aman, mən söz deyərəm, ya da ki, belə analar bilməlidir ki, bu uşaq əgər nəsə soruşursa, nəsə deyirsə, onun sözünü kəsmək, ona yaxşı sonra deyərəm, ya dayandırmaq və yaxud da ki, uşaq danışarkən, sən sus, böyüklərin işinə qarışma, bu sənlik deyil, yəni
bir dəfə, iki dəfə, üç dəfə artıq bu böyüyəndə bu insanlar özlərini ifadə edə bilmirlər və yaxud da ki, acaba Danışmaqdan qorxurlar. desəmmi, deməsəmmi? Yəni bunu desəm nə olar, deməsəm nə olar? Sonra da axır deyir ki, Vacib detaldır əşi əslində. deməsəm də olar. Yəni çox vaxtda belə gedirlər. Belə insanlar bəli, iş görüşməsinə gedər, özünü ifadə edə bilməz. 5 nəfərin içərisində seçilmək istəyər, seçilə bilməz. Adicə bir şey. Ona görə bilinçaltı qorxusu 3 olan insanlar bilməlidir ki, bəli, onlar belə deyək, o sıx boğma deyirlər, o adamı sıx boğma edən belə şeylərdən qorxu var bunlarda və özünü ifadə eləməyə qorxarlar. Artıq məsələn tutaq ki, 30 ilə 40 yaş arası insandır, işdə özünü göstərə bilmir. Baxırsan ki, bilinçaltı qorxusu var. Bilinçaltı qorxusu varsa, gedirsən keçmişinə görsən, bəli, uşaq vaxtı qısıtlanıb. Bunu danışmağa imkan verməyiblər ya da ki, heç danışdırmayıblar. Onun belə deyək də fikrini soruşan olmayıb. Psixoloqlar deyir, uşaqlıqda aldığı travmalar bu gün özünü göstərir. Elə siz deyən odur da, o da bir travmadır. Bəli. Danışmaq istəyir, fikrini demək istəyir. Halbuki ona desəm bəlkə də o böyüyəndə daha güclü olar. Bəs niyə görə o uşağın tərbiyəsi anaların boynuna çox böyük vəzifə düşür. Çox belə deyim, numerologiyada möhtəşəm bir şeydir ki, analara kömək üçün. Məsələn, bir insan gedib psixoloqa müraciət edib bir şeyləri mən həmişə bunu deyirəm, yenə də deyəcəm. Bir travmanı ortalığa çıxartmaq üçün 3-4 seans lazım olursa, numerologiya buna heç bir seans tələb eləmir. Elə bircə dəfə ora baxanda biz bilirik ki, bu adamın bilinçaltı qorxusu nədir? Bu adamın zəif tərəfi hansıdır? Güclü tərəfi hansıdır? Artıq mən onun keçmişinə, uşaqlığına getməyə ehtiyacım yoxdur. Yəni mən onu hamısı gözümüzün qabağındadır. 4 rəqəmi. 4 rəqəmi, 4-lər əgər bilinçaltı qorxusunda 4 varsa, 4-lər onların görünməyən tərəfləri var da, maraqlıdırlar. Hər şeyə maraqlı olarlar. Bir şey bilsinlər, öyrənsinlər. Orada biraz səbir məsələsi də var. Çünki 4 səbri də təmsil eləyir. 4 yəni hər şeyə qoysaq bir tərəfə, ən çox səbirlə məraq. O səbirli ola bilməməkləri də çox adam maraqlarından irəli gəlir, hər şeyə maraq salmaq. Bununla maraqlandı, atdı o tərəfə getdi, o birisindən maraqlandı. Yəni, əgər uşaqda 4-dən bilinçaltı qorxusu varsa, o uşaqda monoton bir düzəndə tutulmalı deyil. Yəni, uşaq eyni, hər gün durdu, hər gün eyni şeyi, sən bunu... O uşaqlara, belə deyək də, olmaz. Onlar da, bax, ən çox da idmana verilməlidir o uşaqlar. İdmanla məşğul olmalıdırlar. Bunlar heç bir tərəf. Amma bilinçaltı qorxusunu nə edək ki, bu uşaq, yəni, belə deyək də, o səbirdən sınanmaqdan qorxmasınlar. Bax, onlara həmişə belə bir qorxu olar. Ay aman, kimsə mənə nəsə eləməyə qoymayacaq. Atam filan şeyə izin verməz. Anam filan söz deyər. Və yaxud da evin böyük uşağı da filan yerə getsin, balaca da məndən istəyəcək getsin. Belə elə bil ailə daxilində bir şeylər eləmək istədiyi hər bir şeyin qarşısına bir sədd çəkilmə qorxusu var onlarda, 4-lərdə. Bax, bu da əsas məsələ. Əgər uşaq da belədirsə, bəzi uşaqlar, yəni oğlan uşaqları 4-dən bilinçaltı qorxusu əlinə, qoluna rəvac da verə bilər, yəni davakar ola bilər. Çünki onlar əzmkar, üsyankardırlar 4-lər. Ona görə də qəşəng idmana vermək lazımdır onlara. Həm də təzadları sevəndir də, yəqin ki, enişli, yoxuşlu, sabit şey dediniz ki, yeknəsək həyatı sevmirlər. Yeknəsək əslində onlar çox vaxt elə olarlar ki, sabit, amma bilinçaltı qorxusunda 4 varsa, onlar sabit qalmaqdan bəli qorxurlar ki, kimsə mənim həyatımı sabit tutar, mənə heç nə izin verməz eləməyə. Orada elə bir ki, hər şeyin tərsidir. Anladım. Hə, bilinçaltı bizə tərsini göstərir. Əgər məsələn bilinçaltında mən indi o 7-yə çatanda onu deyəcəm sizə. Neçədə qaldıq? 4-də indi 5-ə keçirik. 5-ə keçirik. 5-də adətən 5 hər kəs bilir ki, artıq hər kəs bilməsə də indi yəni bilir ki, 5 bəli, maraqlananlar bilir ki, 5 azad ruhlu bir insandır, ruhun rəqəmidir. Yəni biri var ki, bir rəqəmi azad, öz heç kimdən asılı olmadan iş görsün. 5-in isə təkcə öz ruhu da azaddır. Onun ruhu çöldə, bayırda, yəni hər yerdə inkişaf eləyir. Və 5 əgər bilinçaltı qorxusu 5-dirsə, ay aman azadlığım əldən gedər. Yəni bunların qorxusu budur. Uşaqdırsa, həmən o 5-dən bilinçaltı qorxusu varsa, bu uşağı yenə deyirəm, çoxlu zanit olmalıdır o uşaq, belə deyək, məşğul olmalıdır, onun beyni də məşğul olmalıdır ki, belə deyək də, bunlar
adətən bax, ay aman azadlığım əlimdən gedər. Həyatında onun elə çıxmasa qadındırsa, tam da onun azadlığını, qadının azadlığının qarşısını kəsən bir yoldaş olur, həyat yoldaşı olur. Mən o qədər gördüm ki bunu, analizlərdə də gördüm. Yəni o bilinçaltı qorxusu varsa, o bilinçaltı qorxusu ilə işləmək lazımdır ki, bəli, bu adam istədiyi bir şeyin hansı ki, onu sevir, amma bilinçaltında o qorxu var, gəlib onun qarşısına çıxacaq. Yəni bilinçaltı bunu gətirir onun qarşısına ki, ala. Bilinçaltı üçün orada yox sözü və yaxud da ki, malı məli yoxdur. Mən bunu eləməliyəm, eləməli deyiləm. Bilinçaltı bir dənə sözü eşidir, elə onu başlayır yerinə yetirməyə. Ona görə də yəni beşlər qısıtlanmaqdan, yəni sözü kəsilməkdən, ən çox söz kəsilmək, danışmağa, ailə daxilində və ailə bildiyi ortamlarda sözüm kəsilər, azadlığım əlimdən alınar. Bir sözü 3 dəfə soruşsam ondan deyər ki, ay aman azadlığım əlimdən getdi. Məsələn, bilməlidir bir ana ki, əgər mənim övladımın 5-dən bilinçaltı qorxusu varsa, mən ona 2 dəfə, 3 dəfə eyni sözü desəm, uşaq gedib o tərəfdə deyəcək, aman bezdirdi məni. Yəni bunu mən eşitmişəm, uşağın 13 yaşı var. Deyir ki, Kəmalə xanım, o tərəfə keçib öz müəlliməsi ilə söhbət edəndə dedi ki, anam məni bezdirir. Maraqlıdır. 6. 6 əgər 6-cı xanəmizdə 6 varsa, bu adam belə deyək də, ailədə ədalətsizlikdən, ədalətsizliyə uğramaqdan, evlənərəm, məsələn, öz ailəmdə və yaxud da ki, elə öz ailəsində də, ya ata-anasının ailəsində və yaxud da gələcəkdəki ailəsində ədalətsizliyə uğramaqdan və tam gözəl bir ailə ola bilməməkdən qorxar. Yəni, o qorxu var orada ki, aman mən ailəm. Ona görə bir çox gənclər 6-dan bilinçaltı qorxusu olanlar ailə qurmaqda çətinlik çəkirlər. Mən bunu dəfələrlə analizlərdə görmüşəm. Ya da gecikir, ailə qurması gecikir. Elə bir hal gəlir, çıxır ki, ailə quranda bilinçaltı mane olur axı. Bilinçaltı deyir, amandır, lazım deyil, ailə qurma. Lazım deyil. Orada sənin sözün eşidilməyəcək. Doldurub ora, indi o da dilə gəlir. O indi yığılıb da bütün depoda var, bilinçaltı qorxu. Bir də nənədən, babadan da gəlir axı. Bütün sənin rəqəmlərin yuxarıda təyin olunur, gəlinir. İndi onlar da hamısı bütün nəslə, kökə, soya görə təyin olunur da. Orada öz keyfindən heç kim özünə bir rəqəm seçmir. Düzdür, bəzi numerologlar deyirlər ki, biz tariximizi də özümüz seçirik, adımızı da, soyadımızı da, hər bir taleyimizi də özümüz yazırıq. Düzdür. Biz strategiyamızı yaza bilərik. Məsələn, mən uşaq vaxtı filan karmanı ödəmək, ya yaşlı vaxtı, yoxsa uşaq vaxtı. Yəni, amma o karma verilməsi, o hansı karmadan gedirsən, hansı rəqəmlərdən gedirsən, o mənə belə gəlir ki, bu mənim şəxsi fikrimdir. O təkcə bizdən asılı deyil. Necə yəni, sən yuxarıdan gəlirsən, sənin üstündə bir hökm var, sənə bir estafet ötürülür. Orada təkcə sənin fikrin nəzərə alına bilməz. 7. 6-nı dedik, burada da bəzi məsələn soruşa bilərlər ki, bəs nə edək? İnanın ki, çox adam olacaq ki, 6 çıxacaq bilinçaltı qorxusu. Onun üçün müraciət edin. Ailə həyatı qura bilmir. Ondan ötürü bilirsiniz nə qədər işləyirik. İnan ki, mən bax xanımı başa salıram, ona bir çox tövsiyələr verirəm, bilinçaltı ilə işləyirik. Amma yəni mümkün olmayan şey yoxdur və o adamın özündən də asılıdır. Elə adam var ki, işləmək istəyir. Eləsi var. Elə bilir ki, hardansa möcüzə olacaq. Yox, aydın izah edirsiniz maşallah. Məncə o primitiv bilənlərdə anlayır. İndi fərdi qaydada da telefon nömrəsi var, WhatsApp-la müraciət eləmək olar. 7-yə keçək. 7 rəqəmi. 7 numerologiyada güvən olduğu üçün, biri var özünə güvən, bir də var başqalarına güvənmək. Deməli, bilinc altında belə bir kod var 7-lərdə. Heç kimə və heç nəyə güvən yoxdur. Əgər belədirsə, onda bilinçaltı nə edəcək? Güvənsiz insanları çəkəcək bunun həyatına. Və 7 həmişə, bilinçaltında 7 varsa, bax, tutaq ki, uşaqdır. İfşa olunmaqdan qorxar, utanmaq, belə məhrəm olarlar onlar ki, aman məhrəmiyyətim, ya nəsə bir sözüm deyilməsin və yaxud məndən eşidər ki, bundan danışarlar, yəni pis olar. Yəni məhrəm rəqəmdir də. 7 özünüz bilirsiniz ki, daha içə qapanıq, daha mənəviyyatlı, daha belə deyək məhrəm, ağır belə bir rəqəm olduğu üçün
Onu da deməli, onun bilinçaltında o güvən məsələsi gəlib oturduğu üçün ora özü çox düz olarlar onlar. Çox düzgün olarlar hər kəsə qarşı. Amma gələr bilinçaltı ona elə eləyər ki, güvənsiz bir hadisənin içinə düşər, güvənsiz bir insana rast gələr və artıq 27 yaşı var, 2 dəfə deyir, öz münasibətlərimdə aldanmışam. Biraz da yəqin təcrüd olunur onlar. Yəni o əgər o elə bir qorxu O baxır varsa, başqa rəqəmlərinə də. Çünki biz bura Hə, tək bir dənə ona baxmırıq hə. axı. Məsələn, 7-ni ram eləyən 3 rəqəmidir. 3 sosial qaçsın, oynasın, belə şeylər. Boşluğunu doldursun. Hə, onun boşluğu baxırsan ki, bəli, baxırsan burdan 3-ü var, o tərəfdən 7-si. Deyirəm ki, o zaman mən bilirəm ki, bu adam yəni qatı 7 deyil. Yumşaq 7-dir. Ha, o da var. 8. 8. 8 əgər bu çox yaxşı bir şeydir. Yəni bu bilinc altında 8-in olması bir yandan məsələn demək olar ki 80-90% yaxşıdır. Yəni burada belə bir qorxu var. Yəni qıtlıq qorxusu var. Ay aman, yəni qoy, yəni bu məcbur eləyir. Belə deyək də 8-i daha çox pul para qazanmağa, əgər bu kişidirsə məsələn, kişi xeylağı hətta qadındır. Daha çox pulum olsun, daha çox işləyim. Amma oradan tuzağa da düşə bilərlər. Necə? Çox işləyər, həddən artıq ki, pulum çox gələr. O da biz balansı aşanda nə olur? Əksinə pul gedər. Ya da ki, belə deyək ki, çox sorumluluq ala bilərlər üstlərinə. 8-in belə bir şeyi var. Amma orada qıtlıq bilincinin olması, amma pul paranın, o pul paraya belə deyək də, yumşaq desək hərislik, onları həmişə, məsələn, qadındırsa, ümumiyyətlə, bax, bilinçaltı qorxusu 8 olarsa, onlar çox əlləri, ayaqları bərəkətli, ruzili olarlar. O adam birinə bir 10 manat, 5 manat pul verərsə, o adamın əlinə pul gələr. Ondan iş görərsən, sənin işin gücün gedər qabağa. O qadın yoxsul bir adama ərə gedər, o adam varlanar, yəni bərəkətlənər. Ümumiyyətlə onlar istər kişi, istər qadın həmişə o bilinc altında belə var ki, imkanlı insanla ailə qurum. Yəni qurarlar da əslində. Qura da bilməyəndə məsələn, əgər bir tərəf 8-dirsə, o birisini bərəkətləndirər. O mənada dedim ki, yəni 8-dən bilinc altı olar, hara getsə ora bərəkət aparar. Evdir, eşikdir, marketdir, başqa bir yerdir. Yəni bunu, yəni mən onu öz ailəmizdə də görmüşəm. Ortancıl bacım 8-dir, mən sonradan yoxlayanda. Amma yadıma düşdü ki, biz körpə uşaq idik balaca, nənəm ona Güldaban deyirdi. Yəni bu hara getsə, nənəm artıq onu bilirmiş ki, bu adamın ayağında bərəkət var. Yəni bu dərəcədə düzdür, yəni bu. Və sonuncu, 9-cu rəqəm. 9-cu rəqəm əgər bilinc altında 9 varsa, bunlar da həm şəfaçıdırlar, şəfa yayırlar. Yəni özləri bildi, bilmədi, şəfa yayırlar. Amma onların özündə nədən qorxurlar? Tam şəfalana bilməmək qorxusu ola bilər. Yəni bunlar hətta bugünkü günümüzdə onlar öz sağlıqlarına çox gözəl diqqət edir. Aman xəstələnərəm, aman nəsə çıxar. Yəni bu da var onlarda. Bir də belə deyək də hizmətlidir. Bu 9 hizmət olduğuna görə onlar lap 6-da hizmətdir, yəni xidmət eləsiniz. Amma 9 tam yəni onun o maddi mənəvi öz səviyyəsidir də, hə. Həmişə biz onlara deyirik ki, səndən yardım istəməyən adama yardım etmə. Yəni çünki onları aldanırlar. Bu həyatda onları çox aldadanlar olur. Onlardan daha doğrusu istifadə edənlər olur. Və onlar belə deyək, yaşadıkları ailəni həmişə şəfalandırarlar. Belə adamlara, yenə deyirəm, bilinçaltı qorxusu olanlara hər kəsə, hər yerdə necə oldu, yəni kömək eləyim, xidmət eləyim, eləməsinlər. Onlardan kim istəsə yardım ona eləsin. Ümumiyyətlə deyilməmiş olmaz. Qabaq mən Etibar Erkinin parapsixoloqun dərsində oturum. Deyirdi, uşaqlar, kimsə sizdən heç nə soruşmasa, tutaq ki, gedirsiniz bir adamda hiss edirsiniz də, o həssas gözlərinizdən. Onun tutaq ki, ödündə ağrı var. Deyir, gedib onu deyib dirildirsiniz də əslində, deyir, bəlkə də heç nə olmaz. Deyir, ya gərək özün sağaldasan, ya da aparasan həkimə. Bəzən o... Yəni bunu açdın sən. Hə, açırsan da, axı insan heç ora fikir vermirsə, deməli oradan qorxu enerjisi gəlmir də insana. Qəfildən belə bir şey deyəndə,
kiməsə desən bu gün nəsə itirəcəksən, elə hər dəqiqə belə eləyir də. Ona görə Ha. mən Səbah, mənim sözünüzü kəsirəm. Yox, yox, Mən qurtardım. birinə hər gün mən nə qədər adama məsləhət verirəm də. O məsləhəti verəndə xanımlar özləri də bilir də, indi həmişə deyirlər ki, Kəmalə xanım haqqınızı halal eləyin. O qədər onu yerinə otuzdurmağa çalışıram ki, yəni indi siz dediniz, mənim yəni tüklərim ürpəşdi ki, mən hər gün bununla üzləşirəm axı. Hər gün mən bununla üzləşirəm. Ona görə mən çalışıram ki, amandır bir nöqtə belə boyda aydın qalmayan bir şey olmasın. O adam aydınlansın. Həm Ha. oradan onun yolu açılır, aydınlanmaq şəfalanmadır da. Həm də mənim üstümdə karma qalmaz. Doğru. Dəyərli dostlar, ekranda nömrəndə görürsünüz Kəmalə xanımın. WhatsApp vasitəsilə səs də ata bilərsiniz, müraciət edə bilərsiniz. Lazım gəlsə görüşə bilərsiniz. Bax, görürsünüz nə gözəl söhbətlər edir. Hələ ümumiləşdirilmiş bu qədər üst-üstə Bəli, düşür. o qədər. İnsan dərk eləyir. İndi görün, fərdi qaydada olsa, orada bayaq dedik, tutaq ki, 9 belədirsə, 3 belədir, o birisi belədirsə, bu belə. Bunların hamısı adınızla, filanla, o karmik numerologiyanı hesablayıb sizə tam belə deyim, açıq, aydın, özünüzün də məəttəl qalacağınız, şoka düşəcəyiniz nəticələr Hər deyir. dəfə özüm təəccüblənirəm, heyran oluram. Əslində bilirsiniz, adam sistemin necə qurulduğuna adam heyran qalır. Əstəğfurullah, Biz onu Allah heç hər vaxt bilə şeyə qadirdir. bilməyəcəyik. Bəli. Biz O bir qədər balaca, şeylər, hə. o qədər şeylər var ki, hələ dünya üçün indi açılır. Sistem necə qurulub, sistemin qanunları hansılardır. Bir 20 il bundan qabaq sistemin qanunlarından danışan var idi. Heç Yox idi. təsəvvür yox idi. Bəlkə Çində falan da var idi, Yaponiyada, amma bu tərəflərdə yox idi. Orada Sovet da- dövründə də qadağan O olunmuşdu. əvvəllər necə verirdilər bizə? O dediyim kimi Molla Nəsrəddinin lətifələri ilə, hardansa hansısa bir yerdən, bir şeydən ən çox anekdotlarla, lətifələrlə göstərirdilər də. Onu da kimsə başa düşürdü, kimsə başa düşmürdü. Bizə yəni heç vaxt ağlımızın ucundan belə keçməzdi ki, sistem bizi həmişə hər yerdə güdür. Elə bir insan da oturub baxır, görək bu adam nə edəcək. Bir nəfər də sizdən halallıq istədi. Deməli, bir həkimə getmişdim. Deməli, nevropatoloq işləyir, bir tanınmış bir xəstəxanada. Bir görüşdük, bir çay içdik, söhbət elədik. Dedi ki, sizin verilişə baxıram. Dedi ki, baxmayaraq ki, deyir, hər gün adamlar gəlir, pasiyentlər gəlir. Deyir, Kəmalə xanımdan çox şeylər götürürəm, deyir, özüm üçün qeyd edirəm. Deyir, Nə yaxşı. deyin ki, haqqını halal eləsin. Mən onun sözlərindən gələn pasiyentlərimə istifadə edirəm. Dedim, məncə elə halallıq Nə verəcək. gözəl. Əlbəttə ki, biz bu veriliş nəyə görədir? Ruhumuzun şəfası. Yəni biz də bu da bizim bildiklərimizi ötürə biliriksə, nə o xoş bizə. Hər halda o savabı bizlərə də çatar. Bir də izləyicilər, xüsusən də bu gənclər var. Belə utana məni tanıyanlar da məndən soruşdu. Sonra eləsi var nişanlıdır, eləsi var təzə evlənib, eləsi var namizəddir. Deyir, numerologiyada rəqəmləri versək, yəni boşanma varmı? Bunu Kəmalə xanım deyə bilərmi? Yəni o görünürmü? Mən də deyirəm, ola bilməyəcək, boşanacaq vəssalam. Bunun yəqin ki, bir o tərəfləri də var. Nə olsa boşanır, nə olsa boşanmanın qarşısını alır. Çünki əsl elmlərdə iki variantın ikisi də var. Yəni, ona biraz aydınlıq gətirin. Siz gənclər, mən şeydə baxıram, Adimin xronologiyasında ən çox bizə baxan 22-34 yaş arasıdır. Təsəvvürün qədər 50%-dən çoxdur. 60%-dən yuxarı məsələn 10-12%-dir, belədir. Aşağılar var. Mən elə bilirdim ən çox yaşlı təbəqə. Yox, 22-34, 54%. Nə yaxşı. Belə Çünki yaş. mənə gələn 22-34 yaş. xanımlar, bəylər hamısı deyir ki, anam tövsiyə elədi. Hə, anam siz məni göndərdi sizə. Bir də o həmən kim ki analiz elətdirib, onun rəfiqəsi, ya bacısı, qardaşı onlar gəlir. Amma hamısının kökündə analar durur. Ola bilsin ki, yəni mən o üzdən düşünürdüm ki, Yox, mən hər dəfə baxmıram, amma məsələn axırıncı verilişi 22-34 yaş arası 53 yoxsa neçə faiz təkcə o yaşı 34 yaşda. Bu gənclərdir də, istəyirlər həyata atılan, Bəli. yaxud da yeni ailələrdir, baxırlar. İndi ola bilər müraciət eləsələr, özləri utanır ya çəkinir. Biz belədir ki, həmişə mən demişəm, deyirəm də, bu barədə bax necə ki o ad dəyişməkdir, o cürbəcür texnikalardır, bütün bunlar hamısının demək olar ki 90%-i boş bir şeylərdən ibarət olduğuna görə, bax o
o cütlük analizi deyirlər. Onu da doğru düzgün çatdırmırlar bugünkü gündə. İnanın o qədər absurd şeylər görürsən ki, yəni bir də görürsən elə bir rəqəmi elə bir şişirdib qaldırıb qoyublar. Necə ki bu 8-i eləyiblər bir dənə ki var dövlətdir, ancaq pul paradır. O qədər insanlar gördüm 8-lə. İnanın ki əziyyət çəkir, çıxa bilmir o bataqlıqdan. Borc bataqlığından çıxa bilmir. Nəysə, onu öncə deyim ki, cavanlar üçün, yəni kim ki o tanış hələ ki evlənməyib, amma tanış olur. Tutaq ki, bir həftədir, 2 həftədir tanış olub, çox da xoşu gəlir, istəyir münasibəti yürütsün. Amma çox vaxtda ehtiyat edirlər. Deyirəm, nə yaxşı ki, hələ WhatsApp var, WhatsApp-la söhbət edirsiniz, bir-birinizi ən azından heç olmasa bilirsiniz azdan çoxdan nə var, nə yox. Amma artıq istəyəndə ki, bəli, bu insanla görəsən, çünki çox adam var, sevir, evlənir, sonra yola gedə bilmirlər. Bunu çox gözəl şəkildə, yəni o sinerji analizi deyirik, yəni münasibətlər analizi. Hə, sən əgər belə biri var ki, gedirsən, kimdənsə xoşun gəlir, onun rəqəmini gətirirsən, bu tamam başqa bir şeydir, belə şey məsləhət görmürəm. Bir də var ki, sənin o adamla münasibətin var, bir-birinizdən xoşlanırsınız, artıq yəni bu evliliyə doğru gedə bilər. O yüzden sən o zaman gətirə bilərsən o rəqəmləri ki, sizin ad, soyad, rəqəmlər nə dərəcədə, inanın ki, orada hər şey çıxır. Orada bəzi rəqəmlər var ki, onlar çıxanda biz bilirik ki, bəli, bu evliliklə bitəcək. Sonra burada uşaq da var, məkan da var, hər şey yaxşı olacaq. Amma hər şey yaxşı olacaq demək o demək deyil ki, sən ancaq cənnətin tam ortasında yaşayacaqsan, sənin həyatında heç bir çətinlik olmayacaq. Hər bir qız da, qadın da, kişi də bilməlidir ki, əgər ailə qurursa, çox böyük bir məsuliyyət götürür üstünə və orada məsələn, qızların çoxsundan mən analiz edəndə eşidirəm də ki, oğlan deyir ki, filan kəs mənə dedi ki, mən ancaq xoşbəxt olmağa ərə gedirəm. Deyirəm ki, belə bir şey yoxdur. Cənnət deyil axı bura. Belə bir şey yoxdur. Mən ancaq sən mənə xoşbəxt eləməlisən. Bəs o səni xoşbəxt eləyəndə sən də onu xoşbəxt eləməlisən. Bu birincisi. İkincisi, bu hər şey, bu həyat müştərəkdir. Yəni bir gün belə olar, bir gün çünki ziddlər dünyasında yaşayırıq. Yenə deyirəm, cənnətin ortasında deyilik. Burada onların bir-biri ilə anlaşması. Sonra mən deyirəm ki, məsələn, qız əgər mənim yaxınımdır, tanışımdırsa, deyirəm, olmayacaq. Bu həyat sənə yaxşı deyil də, pis gəlir. Yəni orada bir-birinizlə tutaq ki, elə bir rəqəm, bir rəqəmi, liderlik rəqəmi çıxır onların elə bir münasibət olan yerində ki, bütün günü o iki nəfər dalaşacaq ki, görüm kimdir lider. Elə bir ailə nə qədər yürüyər, nə qədər gedər. Amma heç bu sinerji analizi olmasın, qoyaq bir qırağa. Boşanma biz analiz açanda bir adamı artıq onun boş çakralarından biz görə bilirik. Bəli, bu adam ailə həyatı qurar, çox da normal, gözəl insandır, qadındır. Yəni çox da uyumludur, çox da anlayışlıdır. Onlar ya balansı saxlaya bilmədiyinə görə, ya da ki, belə deyək, alma-vermə dəngəsinə fikir verə, yəni balansda qoya bilmədiklərinə görə, yəni sərsi gün gedir, mütləqdir ki, bu adamın yəni qarşı cinsdən bir sınaq olacaq. Sınaq deyək də, sınaqdır. Əksinə, mən orada deyirəm ki, görürəm ki, yəni mən artıq onu elə soruşuram ki, ya boşanıb, mən o rəqəmləri görəndə, ya boşanmaq üzərədir, artıq ərizəni veriblər. Ya da ki, deyir ki, yox, mən nə olur olsun boşanacam. Yəni, mən əksinə orada deyirəm ki, boşanma da, sənin bu sınağındır, sən bu sınağı gətirmirsən, sənin nənə-babaların ailə ola bilməyib normal. Ya onların ailəsini kimsə dağıdıb, ya özləri kiminsə ailəsini dağıdıblar, ya nəsə bu kökdə, soyda belə bir şey olub. Və səni seçiblər oradan, veriblər sənə ki, sən bu aparasan oradan, ailə çətinliyi də ona görə verilibsə. O çətinliyi keçib, sən deyəsən ki, hə, mən bunu yəni ailə olaraq qaldım. Bax, ona görə, bəli, elə məsələn, o analizə baxanda bilirsən də, elə rəqəmlər var ki, elə çakralar var ki, onlara biz sevgisiz ərə getmək və yaxud sevgisiz ailə qurmaq olmaz. Çünki gedər 2 gündən sonra 2 dənə sözün üstündə bu adam deyər ki, boşanıram, istəmirəm. Amma deyim ki, orada görünür, kimsə soruşur ki, 2 dəfə evlilik ya 3 dəfə evlilik mənə görünürmü?
Əslində bunu demək nə dərəcədə düzdür, nə dərəcədə. Çünki elə bir şey var ki, hətta bir dəfə evlilik eləyib, ikinci dəfə evlilik istəməz. Orada görünsə belə bu adam istəməz. Deyər ki, istəmirəm mən Həm də artıq evləndim. evləndiyi birinci adamdan da çox şey asılı var. Bəzən elələri əlini ayağını ipini yığıb, neyinib, belə bundan da asılı olan şeylər var. Mən bir də məni ağrıdan birisi nədir? Tutaq ki, bir kişi, mən deyəsən bir dəfə danışmışam, bir kişi birinci həyat yoldaşı çox deyingən olub, qarğış söyüş eləyən olub, onu boşuyur. Bir dənəsini alır, sanki onun o əzablarına bir müjdə olaraq Allah Taala çox fağır, sakit birim verir. O sanki onun heyfini ondan çıxır. Bir kəlmə soruşan, sakit dur falan, elə bil ona deyə bilməyib, dili çatmayıb. Yaxud da bir qadın, əri pis yolun yolçusu olub, içki içən olub. Görsən bir boşanır, bir ailəsinə sakit bir kişiyə gedir. Ya bir çölə çıxan kimi deyir, hara qaçırsan yenə, elə bil yenə də onun qisasını alır. Bunu da tənzimləmək olarmı belə? Axı bu ona layiq deyilsən belə deyəsən. Ona görə vaxtında analiz. O deyir, xəstəliyi ilk, yəni günlərindəmi deyim, ilk dekadasındamı deyim. O xəstə biri var ki, xəstə lap da pis günə düşürsə gedirsən, ilk gedirsən simptomlar həkimə. olanda. Bir də var ki, ilk simptomlar olanda gedirsən həkimə. Bax, analiz də elə bir şeydir ki, mən həmişə deyirəm, uşaqlarınıza, gənclərə, bax 5 yaşında uşağı analiz edirlər. Mən onun gələcəyində məsələn, gənclik vaxtlarını da tövsiyəsini edirəm ki, bax bu uşağı amandır birdən görücü üsulu ilə evləndirərsiniz. Ya bu uşaq özü sevməlidir, özü görməlidir, özü etməlidir. O zaman onun həyatında neqativ şey olmayacaq. Yəni o 5 yaşında uşağa olunan analiz 20-30 ildən sonra da öz əhəmiyyətini itirmir, yenə də həmənki kimi qalır. Və o belə deyək də, bu dünyada insanlar vicdanlı insan da var, vicdansız da var, yaxşı da var, pis də var, hər cürə insan var. Yetər ki, bax, yetər ki, analizi mən nəyə görə deyirəm? Analizdə biz heç vaxt sizin qarşınıza çıxan insana durub çəki düzən verə bilmərik. Biz analiz vaxtı sizi ayaq üstə qoya bilərik. İstər bu qadın olsun, istər kişi olsun. O əgər insan, bax inanın ki, bu %100 belədir. %100 deməyə xoşlamıram mən. Qoy %99 olsun. Bu belədir. Niyə görə? Sən əgər, mən demirəm, heç kim o dörd dörtlük deyirləri insan ola bilməz, ondan sonra varlıq ola bilməz və yaxud da ki, hansısa bir məsələyə yiyələnə bilməz. Çünki mükəmməl olan tək Allahdır. Biz yanlış eləyə bilərik, amma sonra anlamalıyıq ki, bu yanlışdır. Amma bizim təkamülümüz birdən başlayaraq, o biri yerinə qoydun, ikini, üçü, hər bir şeyə fikir verərsənsə balansda qalmağa hər bir yerdən. Sən elə bir insan olarsan ki, elə bir enerjidə, o zaman həmən enerjidə olan insanı həyatıva çəkərsən. Yox, əgər səndə yarğı varsa, mütləq səni yargılayan kişini həyatıva çəkəcəksən. Əgər qadın belədirsə. Və yaxud da ki, kişidir belə. Özünü qınamaq, yargılamaq, sonra çox sevgi vermək. Əgər çox sevgi verib görünmək istəyirsənsə ki, səni də sevsinlər, gəlib elə bir egoist çıxacaq sənin qarşına ki, sənin sevgini də öldürəcək. Çünki balansa qoyacaq səni. Səni əvvəlcə yavaş-yavaş qoyacaqlar balansa, çox yumşaq şəkildə. Ya üz döndərəcəklər səndən, ya xəyanət eləyəcəklər, ya nə bilim mən kobudluq eləyəcəklər sənə qarşı. Sonra artıq bir dəfə, iki dəfə, üç dəfə daha sərt. Yəni artıq orada gedib yəni xəyanətlər, istər kişi tərəf, istər qadın tərəf, yəni o balansa, sistem bizi balansa gətirmək üçün hər cür şeylər bizim başımıza gəlir. Hər cür. Xəsis adamdırsa pulla sınanır. Yəni sən özünü tam belə deyək də balansa qoymaq üçün nə qədər əziyyətlərdən keç. Niyə görə deyirlər ki, 40 yaşdan sonra insan yavaş-yavaş başlayır kamilləşməyə. O da əgər kamilləşərsə eləsi var ki, heç ona qədər o rəqəmləri yerinə qoyubsa, siz demişsiniz. Bəli, ay sağ ol. Məsələn, biz 9 illik döngülər var da. O 9 ilin mən fikir verirəm ki, hər 9 ilin başında adam hədiyyəsini almalıdır. Adam 35 yaşında hədiyyə almalıdır. Baxıram ki, bu ondan əvvəlki həyatda nə öz məsləyini inkişaf elətdirməyib, nə gedib hansısa bir işin bir ucundan yapışmayıb.
ya başqa bir pozitiv bir işlər görməyib. Yaxşı, bu 35 yaşında gəlib hansı hədiyyəni alacaq? Özüm utanıram ona deməyə ki, bax sən 3-dən tutaq ki, işindən gücünə hədiyyə deyir, yox almamışam. Ona başa salıram ki, sən heç bir şey etmədiyinə görə almamısan. Bu hədiyyə almamaq. Deməli hədiyyə var, sadəcə bu almır da. Belə çıxmırmı ki, kimsə 2 qat, 3 qat da hədiyyə ala bilər. Bəli. O çatmayan kiməsə gedir də. Bax, sınaq Onu da illərimiz var da, istəyirəm sınaq deyək. illərimiz var. O sınaq illəri də düşür də indi ki, məsələn, hansısa illərdə, gənclik ilində, məsələn, o 35 yaşında adama mən analiz edirəm. 35 yaşına qədər olan sınaq illəri də var, 35-dən sonra da var. Mən 35-ə qədər olan o həmən sınaq illərini deyəndə görürəm ki, adam sınaq əvəzinə hədiyyə alıb. Bəli. Hə, verilişimizi davam edirik əziz izləyicilər. İndi daha bir sual yenə də ailə zəminindədir. Keçən dəfə çox xoşlarına gəlib izləyicilərin. Orada belə demişdi ki, numerologiya analara lazımdır. Onu çox gözəl izah elədi. Hətta onun kəsib ayrıca da vermişəm. Yenə də ona gedək. Uşaq, valideyn. Bax, mənim üçün maraqlıdır. Son zamanlar valideynlər təəssüratı nədir? Yeni bir şey olurmu? Məsələn, sizə tanış olmayan valideyn-ana münasibəti. Bir də ən çox da soruşurlar ki, uşağın anaya münasibəti ananın davranışından sonra mı düzəlir? Yoxsa uşağın özü də düzəlməlidir? Siz axı deyirsiniz, ana artıq uşağı başa çatır. Belə çox qəribə sual verir. Yəni, uşaq heç nə eləməsin. Sadəcə anasının davranışını görən kimi dəyişir. Bu doğrudan mı belədir? Bax, bu suallar. Buyurun. Tamam. Deməli, bəli, mən nəyə görə deyirəm, 13 yaşı olmasın, 15 yaşı olsun. Uşaqla işləməkdir ki, uşaq sözümə qulaq asmır, uşaq heç kimi eşitmək istəmir, uşaq dərs oxumaq istəmir, yəni qara qışqırıqçıdır, oradan qışqırıb yana gedir. Öncə analiz edəndə nəyi görürəm mən orada? Əgər orada o uşağın 9-dan karması varsa, və yaxud da ki, başqa bir yerdə də bir 9-luq varsa, o dəqiqə görürəm ki, yəni bu uşaqda əslində elə də böyük bir günah yoxdur. Bu uşaq üstündə çöldən, çünki onlar enerjini verib, özləri uşaq özündən asılı deyil. Yəni o enerji bundan biz heç kim görmür onu ki, o enerji ondan hər kəsə axıb gedə bilər. Negativi isə insanlardan çəkib, o məktəbdən tutaq ki, gəlir, evə çox negativ bir, belə deyim, aqressiv vəziyyətdə gələ bilər. Ana elə bilir ki, o uşaq elə tərbiyəsizdir və yaxud da ki, kimdən həmçə deyir ki, ay Allah, bu niyə belə oldu? Yəni, biz bunu belə öyrətmədik. Orada mən deyəndən sonra ki, bu uşağın enerjisi qalmır, başqalarından negativi götürür, gəlir evə, bir saata falan uşaqlar sakitləşir. Ora qışqırır, bura qışqırır, bir hay-haray salır, sonra sakitləşir. Çıxasın da enerjisini. Hə, o negativ enerjini tökür, o uşaq tökür. Hər gün o uşaqlara, bax o karması 9 olanlara, Allahdan özəl bir enerji verilir. Çünki yuxarıda o söz verib gəlib. Bax, belə bir halda ana bilməyəndən sonra bu şeyləri, elə var ki, ana məsələn rayonda yaşayır, heç ümumiyyətlə numerologiyadan xəbəri yoxdur. Belə uşaqlara aparırlar psixoloqa, aparırlar həkimlərə, cürbəcür dərmanları verirlər. Hətta olur ki, uşaq azanı eşitmək istəmir. Deyirlər, aman uşağı cin dəyib, ya nəsə olubdur. Vallahi, nəsə olubdur. Bu uşağı ancaq belə şeylər danışır. Yəni, yatdığı yerdə bir də görürsən, qışqırır, gülür. Bilmirlər ki, hardan biləcəklər? Bu 9-un təsirindəndir bu uşaqda. Çünki, belə deyək, elmi dillə biz onu belə izah edirik ki, astral deyilən bir aləm var. Orada bədənsiz enerji varlıqları var. İndi mən demirəm, buynuzlu, nə bilim, nəsə cinlər gəlir, neynir. Xeyr, bədənsiz enerji varlıqları özdə siqaret çəkilən yeri lap çox gələrlər onlar. Onların qidasıdır. Gəlir, o uşaq, ən çox da gecə. Bu negativlərə nə zaman izin verilir? Axşam gəlir də, bunlar axşam izin verilir. Bəli, qaranlıq düşəndən sonra. Bunu biraz dərk eləmək lazımdır. Belə uşaqlar hələm-hələm yuxuya gedə bilməzlər. Uşaq yox, təkcə, böyükü də 50-60 yaşında qadındır. Səhəri diri eləyir, yata bilmir, gedir yuxu dərmanı içir ki, yatsın. Onlar yuxuda qorxudularlar. O həmən varlıqlar tərəfindən. Ya gülərlər yuxuda, ya mən hətta qadınlar gördüm ki, səs eşidirlər. Səslər eşidən, ondan sonra hətta varlığı bir-iki dəfə gördüm deyənlər var. Yəni, o qədər mən bunu görürəm ki, əgər bir uşaqda belə bir şeydirsə,
yəni gözümün qabağında çox gözəl, bax 2 həftə nənə işlədi uşaqla. Bunu bir dəfə demişəm mən. İndi hər gün, hər dəfə deyir ki, Kamaya xanım, Allah köməyiniz olsun. Biz də Şükür. həkimlərdə qalmışdıq. Yəni həkimlər uşaqda biraz qara qışqırıqçıdır. Yəni uşaq mən uşağın 10 yaşı var, amma çox savadlı, çox da bir bacarıqlı, gözəl də uşaq. Mən ona dedim ki, səslərimi qoyun qulaq assın. Səslərimə qulaq asandan sonra uşaq o qədər dəyişdi. Bir uşaq da var idi 13 yaşında. Onun da mənə böyük bir təşəkkür göndərmişdi anası, xalası. Və uşaq bizi vurub öldürüb çatır da deyir. Bəs öhdəsindən gələ bilmirik. Nə oldu? Uşaq mənim səslərimə qulaq asandan sonra, mən dediklərimə bunlar əməl eləyəndən sonra uşaq oldu. Mən demirəm 2 gün içində quzu balası olur, amma yavaş-yavaş dəyişir. Həm uşaq özü də öz analizinə qulaq asır, gör ki, hə mən bunları eləsəm, deməli o enerji məndə olacaq da. İnanırsınız, mən qrupa bəzən bəzi əhəmiyyətli, belə gözəl, lazımlı şeylər atıram. O uşaqlar, o 9-dur, 7-dir, bunlar o enerjini çox gözəl hiss eləyirlər, frekansı hiss eləyirlər. Başqa bir, məsələn, aləmdən gələn o bədənsiz enerji varlıqları olanda onlar onu hiss eləyir. Mən əvvəllər 7 rəqəmi də təkamülə söz verib gəlmişəm deyir. Ona görə onlar o 7-lərdə də olur o. Onları da gördüm analizdə. Və belə deyək, ən çox 9-lar görmüşdüm, amma 7-lər də artıq neçə dəfə görmüşəm ki, bəli, bunlar da müəyyən bir vaxta qədər nə var? Analizində bir 4 dənə, 5 dənə 7 var. Bunlar artıq elə bil ki, o negativ hər bir şeyə hazırdır bu adam. Bu adamın ruhu hər şeyə hazırdır. Deyir, xəstəlikli keçirdərəm. Ruhi xəstəlikli onu da keçirdərəm. Yəni, bu ruh o qədər söz verib gəlib. Bütün bunları əgər yəni, ana bilərsə, uşağı ilə həm uşağın yolu açılır. Uşaq gözəl, belə deyək, dərsində yaxşı oxuyur. Artıq uşağı incidən də olmur. Artıq uşaq negativlə evə gəlmir. Müsbət təmasdır da, müsbət bir tel olandan sonra artıq ona bir xətər dəyməz. Orada çünki mən verdiyim, məsələn, elə şeylər veririk ki, orada həm numeroloji cəhətdən o enerjini balansa qoymaq üçün, həm də o negativlərdən qorunmaq üçün Ayətəl Kürsüdən bir cümlə var, onu veririk. Başqa bir şeylər də əlbəttə ki, sonrasına da işləmək olar. Elə ayələr, surələr var ki, onlar illaha bizim kökdə soyda olan karmaları təmizləmək üçündür. Bax, onları, məsələn, analara mən tövsiyə eləyirəm. O da baxır da, elə baxırsan ki, kökdür, soydur, orada baxırsan, uşaq elə böyük bir şeylərlə gəlməyib. Sadəcə və sadəcə, bəli, ana ilə işləmək lazımdır. Heç uşaqlıq burada heç nə yoxdur. Heç nə 9-luq deyil, nə 7-lik deyil, ya bir şey. Baxırsan ki, ana elə bilir ki, uşaq bir robotdur. Robotun, deməli, bir düyməsini basacaqsan, uşaq yeyəcək. O biri düyməsini basacaqsan, uşaq dərs oxuyacaq. Və yaxud da o biri düyməni basacaqsan, uşaq hər kəsdən tərbiyəli olacaq, hər kəsdən gözəl keçinəcək. Elə bir şey yoxdur. Anaya deyirəm ki, bax, əziyyət çəkəcəksənsə, uşağından o deyir, o xəmiri yoğurursan ki, o xəmir olsun. Sən yoğurmamısan, heç barmağın ucunu da vurmamısan. Amma xəmir olmasını tələb edirsən. O da doğru deyil. Bəs budur da, budur. Mən demirəm, o analizə baxanda mən görürəm ki, bu uşaqlıq heç nə yoxdur orada. Deyim, nə 9-luq deyil, nə 7-lik deyil, nə uşağın boynunda elə bir yük yoxdur. Anana bircə kəlmə deyirəm ki, siz öz rəqəminizi verin. 2-ci ayda, bir də 11-ci ayda doğulan. Baxıram ki, kök anadadır. Çox sağ olun Kamala xanım. Buyurun. Allah sizdən razı olsun. Belə dəyərli dostlar, daha bir maraqlı verilişimizi başa çatdırdıq. Aprel ayında 16-sında həm də mən çox sevdiyim, çox sevdiyim Charlie Chaplin'in doğum günü idi. Həmişə onun doğum günündə nələrsə onun haqqında danışmağa çalışıram. Charlie Chaplin çıxır səhnəyə, gülməli bir şey göstərir. Xeyli tamaşaçı olur. Hamısı uğunub gedirlər. Biraz keçir, eyni şeyi yenə göstərir. Gör ki, az-maz adamlar gülür. Sonra 3-cü dəfə həmin şeyi eyni oynayır, gör heç kim gülmədi. Deyir, ay cəmaət, deyir, niyə gülmədiniz, deyir. Əgər deyir, bu baxdığınız, sizə tanış olan bir şey sizə bu qədər artıq gülməli gəlmirsə təkrarı, bu sıxıntılar, üzüntülər hər dəfə gələndə niyə təlaş keçirirsiniz, hər dəfə gələndə niyə sıxıntı keçirirsiniz? Bilirsiniz ki, bu belədir.
keçib gedəcək. Bax, mən də sizə o dahi Charlie Chaplin'in o sözlərini deyirəm. Elə bax, Kamala xanımı bəlkə də o ana tezisi, bu yaradıcılığın əsas xətti odur ki, hər şey bizə tanışdır. Pisi var, yaxşısı var. O pisini həll eləmək yolunu da göstərir, yaxşını daha da inkişaf elətdirməyin də yolunu göstərir. Belə, daha bir maraqlı verilişimizi başa vurduq. Sağ olun, salamat qalın, elə yaşayın ki, ruhunuz həmişə şəfalı olsun.